Dünyada yaşayan Azərbaycanlıların yaxşı şeylərini, yaxşı əməllərini deyəndə pis əməllərini də demək lazımdır. Baxın, eynən bu şəxs kimi. Onun əməli pisdir. Belə ki, Rusiyada bir prank edən gənclər güya ki, onun oturduğu stolun altında 5000 rubl tapırlar. Bəli, belə bir televiziya prankı var və onlar 5000 rubl bizim pulla 104 manat eləyir. Həmin pulu oradan götürəndə həmin masada əyləşən Azərbaycanlı ailənin böyüyü, ağsaqqalı, baxın bu kişi cumhur onun üstünə ki 5000 rublu ver, bu mənim pulumdur. Amma pul onun deyil ha. Bir daha deyirəm, bu bir prankdır və pulu ora prankı eləyənlərin özləri qoyurlar. Yəni adamlar ora qoyur, sonra onu götürür və insanların reaksiyasına baxırlar, onu çəkirlər. Ağsaqqal isə ondan əl çəkmək bilmir. Yapışır ondan ki, yox, pulu mənə ver. Onu təhqir edir, onu döyür, onu vurur. Hətta onu vuranda özü yıxılır və bütün orada olan, ticarət mərkəzində olan hər kəsə biabır olur. Axırda isə ona açıqlayırlar ki, ay ağsaqqal, pul sənin deyil. Bax, bu da kamera görüntüləri. O pulu ora biz özümüz qoymuşuq. Adam isə Azərbaycanlıların yaxşısı olduğu kimi pisi olduğunu da sübuta yetirir.